Arzum ləqəbi ilə tanınan tiktokerin səhhətində problem yarandığı bildirilib. Onun rəfiqəsi sosial şəbəkə hesabında paylaşdığı videoda Arzumun vəziyyətinin pisləşdiyini açıqlayıb. Videoda tiktokerin səhhəti ilə bağlı narahatlıq ifadə olunub və onun hazırki durumu izləyicilərlə bölüşülüb. Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər şərhlərdə tiktokerə şəfa diləyərək tezliklə sağlamlığına qovuşmasını arzulayıblar. Xatırladaq ki, hadisə 2025-ci ilin iyun ayında paytaxtın Mərdəkan qəsəbəsində baş verib. Yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib, digər şəxs isə ağır xəsarətlər alıb. İçdi, bir də iynə vurdular. Əsirdi, əlləri, ayaqları əsir ancaq.